Olduğu kimi 2 gün önce İran'ın ali dini rəhbəri Əli Xameyni ABŞ ve İsrail'in İran ərazisinə endirdiği hava raket zərbələri nəticəsində öldürülüb. Bundan bağlı İran hakimiyyəti ölkədə 40 günlük matəm elan edib. Xatırladaq ki, Əli Xameyni 1989-cu ildən İranın ali rəhbəri idi və o ölkənin siyasi, hərbi və dini məsələlərində əsas söz sahibi sayılırdı. Onun ölümü regionda ciddi siyasi gərginlik və hakimiyyət dəyişikliyi ilə bağlı müzakirələri gücləndirib. Bəs vətəndaşlarımız bu hadisə ilə bağlı necə düşünür? Dünyaya o demokratiyadan dərs keçən Amerika özü ən böyük qanunsuz əməllərlə məşğuldur. Mən qəti əleyhinəyəm ki, bir ölkə o bir ölkəyə gəlib müdaxilə edir. Orada tamamilə başqa iqtisadi və siyasi məsələlər durur. Adını sadəcə qoyurlar ki, güya ki bu cəmaət bezmişdi bundan filan. İslam dinində liderə, rəhbərə qarşı o cür artıq onu şəhid adlandırılır. Və həqiqətən mən də onu hesab edirəm. Bu hadisələrin bu cür gedişi biz Azərbaycanlılar heç də mən yaxşı məqbul hesab edirəm. Çünki bizim ən azı 40 milyon, yəni bizdən də çox olan soydaşlarımız Cənubi Azərbaycandadır. Elə o bombalanma nəticəsində mən səhv eləmirəmsə 160 tələbə, şagird dünyasını dəyişdi orada. Xameyni öldürülüb, öldürülməyib, heç buna da mən hələ şübhə ilə yanaşıram. Dünyada bu saat elə siyasi proseslər gedir ki, heç nəyə inanmırsan. Yəni kimin nəyi düz dediyini, kimlə asılı olmayaraq, yəni doğru olduğuna inanmırsan. Xameyni İranda çox belə deyək də insanlıq əleyhinə olan bir rejim qurmuşdu. Yəni son etirazlar vaxtı 30 min adam öldürdü. Bu adam canidir. Yəni buna təsvir etmək lazımdır. İnsanlıq əslində bir canidən qurtardı. Mən belə düşünürəm. Bu sadəcə İranın ki illər ərzində apardığı bu şiə təbliğatı öz işini görüb, Azərbaycanda da bunlar var. Amma başa düşmək lazımdır, Xomeyni insanın yoxsa heç eləməyib. Orada din də olmayıb heç vaxt. Gördünüz, demək, o başmaqlığı açan kimi hamı başını açdı. Demək, o məcburidir. Din məcburi ola bilməz, insan daxilinə gəlməlidir. Düşünürəm ki, Xomeynin ölümü bölgəmizdə ciddi proseslərə səbəb olacaq. Və bu gün də İranın parçalanması heç kimə sərf eləmir. Onu da deyim ki, çünki hələ ki İranı idarə etmək mümkün, Polsanı o idarə etmək mümkün olmayacaq. Həddini az çətin məsələdir. Molla rejimidir bu rejim. Məsələn, orada az bir dənə Azərbaycanda məktəblər yox. Yəni Azərbaycan dili, Azərbaycan məktəbləri, Azərbaycan xalqı üçün heç bir şərait yaradılmırdı. Təbii, yəni yaradılmır. Bunun kökünə nədəndir? Seyyid Əli Xameneyi özü Xameneyi kəndindədir, Azərbaycanda bunu eləmirdi. Bunun ölümündən sonra İranda bir qrup böyük sevinç içərisindədir. Çünki o çox insanları nahaq yerə asdırırdı. Bu bir narazılıq yaratmışdı. Və eyni zamanda əlbəttə onun ölümü heç də bir gərginlik, mənim şəxsi fikrim yaratmayacaq. Təhlükəlidir əlbəttə ki. İndi İran-Amerika arasında olan müqayisə çox təhlükəli bir şeydir, amma nə deyim xanım? Yəni gözləyirsinizmi Xameyniyi bax bu cür öldürülə? Yox, əlbəttə ki, yox. Çox hamısı narazıdır bu hadisədən. Həm də Rusiya, həm də Avropa ölkələri hamısı narazıdır. Əslində region üçün yaxşı şeylər vəd etmir. Bu aydın məsələdir. Çünki günahsız insanların qırılması, yəni sadəcə siyasət oyunları fonunda günahsız insanların qırılması region üçün heç də yaxşı bir şey vəd etmir. Və düşünürəm ki, bu gələcəkdə böyük bir fəsadlara gətirib çıxardacaq. Yəni insanların yer dəyişməsi ilə bağlı, region dəyişməsi ilə bağlı. Yəni heç də yaxşı bir şey deyil. Yəni siyasət oyunlarına görə belə bir şey etmək düzgün deyil.